Salam, bu videoda Azərbaycanın faydalı qazıntılar dərsidir. Deməli, bu Azərbaycan faydalı qazıntılar mövzusu da qəbula düşə biləcək tərzdə suallar daha çoxdur. İndi isə burada əsas nəyə diqqət etmək lazımdır, onu sizə mən bu videoda göstərəcəm, qeyd edəcəm. Ümumiyyətlə, Azərbaycan faydalı qazıntıları haqqında danışanda, ümumiyyətlə, Azərbaycan geoloji baxımından biz əvvəlki dərsdə də qeyd elədik ki, zəngin olduğu üçün, rəngarəng olduğu üçün ona görə Azərbaycanda da faydalı qazıntılar çox zəngindir və rəngarəngdir və Azərbaycanda həm maqmatik, həm metamorfik süxurların daha çox təşkil elədiyi ərazilər, məsələn, Kiçik Qafqaz, Naxçıvan ərazilərində filiz faydalı qazıntılar üstünlük təşkil eləyir. Ancaq məsələn çökmə süxurların təşkil etdiyi ərazilərdə isə, məsələn Böyük Qafqazın dağətəyi ərazilərində, düzənlik ərazilərdə isə qeyri-filiz faydalı qazıntılar geniş yayılıb. Bunu biz bilək. Yəni Kiçik Qafqazın Naxçıvanda filiz faydalı qazıntılar, Böyük Qafqazın dağətəyi və düzənlik ərazilərdə isə demək qeyri-filiz faydalı qazıntılar üstünlük təşkil etmişdir. Ümumiyyətlə respublikamızda faydalı qazıntılar 3 qrupa bölürük. Yanacaq, yəni yanar faydalı qazıntılar, filiz və qeyri-filiz belə deyək faydalı qazıntılar. Yanacaq faydalı qazıntılar respublikamızda da əsas təşkil edən neft və qazdır və belə bir də deyək yanar şist ehtiyatı olacaq respublikamızda. Biz burada neft ehtiyatları bizdə 2 cür olur. Bir də neftdə qurudan olan əsas yataqlar, bir də ki dənizdə olan yataqlar. Quruda olan yataqlara biz hansılara bilməliyik, qeyd eləməliyik. Burada özünüz də baxacaqsınız. Bibi Heybət, Pirallahı, Yasamal, Mollakənd, Muradxanlı, Qaraçalı, Siyəzən, bax bu ərazilərdə yerləşən ümumiyyətlə əsas yataqlardır. Yəni bunlar. Dənizdə olanlar isə ən məşhurlardan Günəşli, Azəri, Çıraq, sonra Alov, Danulduz, İnam, Oğuz, Əşrəfi və Qarabağ belə deyək əsas yataqları vardır. Bunları çalışın, öyrənin. Sonra Azərbaycanda əsasən neft yataqları daha çox Kaynazoy dövrünə, Antropogen dövrünə aid olan süxurlarda yayılmışdır. Lakin bəzi yataqlar var ki, bunlar Mezozoy erasında belə deyək aşkar olunmuşdur. Məsələn, Muradxanlı və Mollakənd yataqları İmişli və Kürdəmir rayonları arasında yerləşən. Əsasən bir də bizdə məşhur olan yanmayan neft olan Naftalan nefti də bir çox xəstəliklərə belə deyək dərman olan bir faydalı qazıntı hesab olunur. Sonra əsasən qaz yataqları da var. Respublikamızda təbii qaz yataqlarına fikir verək. Burada da məsələn biz təbii qaz yataqları dənizdə var və quruda var. Quruda məsələn Qaradağ, Qobustan və Gürcən Zirədir. Dənizdə belə deyək Şahdəniz, ondan sonra Ümid, Çıraq kimi yataqlar var ki, bunlar daha çox məşhur yataqlardır. Belə deyək Günəşli, Azəri, Çıraq bunlar neft yatağıdır. Deməli Şahdəniz, Ümid bir də Qarabağ yataqları isə əsasən qaz yataqlarıdır. Şahdənizin kəşfindən sonra Azərbaycan qaz ixracı etməyə başladı. Yəni o qədər bu ehtiyat bu ərazilərdə daha çox təşkil eləyir. Və biz neft ehtiyatının yayıldığı ərazilərdə neftin işarəsini fikir verək, bu formadadır və neft ehtiyatı olan ərazilərə də baxaq. Məsələn, Mollakənd, Muradxanlı, məsələn, belə deyək də, Muradxanlı İmişlidə, Mollakənd Kürdəmir rayonunda, Səlyan, Neftçala, Abşeron, Siyəzən, Ceyran çölündə potensial ehtiyat var. Azəri Çıraqlı da dənizdə qeyd olunur. Burada isə dəniz və quruda bunun işarəsidir, fikir verin, işarələrə diqqət edin. Bir də yanar şist ehtiyatı var. İsmayıllı və Qobustan rayonları ərazisində belə deyək işarəsinə diqqət edin, bu formadadır. Sonra gəldik buradan filiz faydalı qazıntılara. Filiz faydalı qazıntılar əsasən dəmir filizi, alünitdir, civədir, molibdendir, qızıldır, xromitdir, misdir, polimetaldır. Dəmir filiz yataqları Daşkəsəndədir ən çox. Bunlar Dəmiroğlu, Daşkəsən, ondan sonra Hamançay yataqlarıdır. Alünit yatağı Zəli yatağıdır. Alünit Daşkəsən rayonu ərazisindədir. Civə yatağı Kəlbəcərdə və Laçında var. Kəlbəcərdə Ağyataq, Şorbulaq, Levçay, Laçında isə Girgəççay və Narcanlı yataqlarıdır. Mis yatağı var
Paraqaçay, Dixaxçay, Ordubad rayonu ərazisində. Qızıl yatağı var 3 rayonumuzda, Zəngilan, Gədəbəy və Kəlbəcər rayonunda. Kəlbəcər rayonunda Zod, Qızılbulaq, Söyüdlü, Gədəbəydə Qoşa, sonra Zəngilanda isə Vecnəli yataqları var. Sonra Xromit yatağı var. Xromit filizi Kəlbəcərdə Göydərə yatağı var. Laçında isə İpək yatağı var. Bunu qeyd edə bilərik. Mis yatağı var Qaradağda, Gədəbəy rayon ərazisində. Qaradağ yatağı da Gədəbəy rayon ərazisində. Polimetal filizləri var 3 regionda. Əsasən Filizçay, Katexçay, Kastaxçay, Mazımçay, Balakən-Zaqatala regionda, yəni Böyük Qafqazda yeganə filiz faydalı qazıntıdır. Gümüşlü isə Şərur rayon ərazisində, Mehmana isə indiki Ağdərə, keçmiş Kəlbəcər rayon daxilində yerləşir. Ümumiyyətlə bunlar qeyd edə bilərik. Sonra bunların işarələrinə baxaq, qızıl ehtiyatına baxın, fikir verin. Bax, qızıl ehtiyatının işarəsini mütləq şəkildə öyrənin. Bu işarələr nə düşür? Sonra polimetal ehtiyatı, yəni burada da təkrar edək. Məsələn, Gədəbəydə Qoşa, Kəlbəcərdə Söyüdlü, Zod, Qızılbulaq, Zəngilanda Vecnəli, bax işarə də bu formadadır. Sonra polimetal ehtiyatı deməli oldu. Balakən-Zaqatala rayonunda Filizçay, Katexçay, Kastaxçay, Mazımçay, Kəlbəcərdə Mehmana, Şərurda Gümüşlü yataqları qeyd etmək olar. Sonra Dəmir ehtiyatı bu işarəsi budur. Daşkəsən rayonunda Daşkəsən, Dəmiroğlu, Hamamçay. Sonra Kəlbəcər rayonunda deməli Xromit ehtiyatı var. Bu da deməli Kəlbəcərdə Göydərə, Laçında İpək yatağıdır. Bax, bu da işarələrdir. Bunlara da fikir verin, işarələri mütləq şəkildə. Sonra Mis yatağı var. Qaradağ yatağı Gədəbəy rayonu ərazisində. Kəlbəcərdə Civə yatağı var və Laçında. Kəlbəcərdə Ağ yataq, Şorbulaq, Lefçay, Laçında isə Giryatçay, bir də Narsanlı yataqları var işarələrdə. Bu Misin, bu da isə Civənin işarəsidir. Bunlara diqqət edin. Alnüt yatağı deməli Daşkəsəndə Zəylik Alnüt yatağıdır. Belə deyək də, Molbiden yatağı Ordubadda Paraqaçay, Dixaxçay yataqlarıdır. Ordubad rayonu ərazisində işarələri bu formadadır, fikir verin. Sonra qeyri-filiz yataqları var. Qeyri-filiz yataqlarından məsələn biz burada deyəcəyik Daş-Duz yatağı, Nehrəm, Duzdağ, Naxçıvanda kimya sənayesində istifadə olunur. Kükür yatağı var, Kiçik Qafqazda kimya sənayesində istifadə olunur. Çökmə duz, Kor Sulu, Abşeron göllərində kimya sənayesində istifadə olunur. Barıt, neft quyularının qazılmasında Kiçik Qafqazda belə deyək istifadə olunur. Hətta bunun yatağın adı da Başqışlaq belə deyək də Covdar yatağıdır. Barıt yatağı. Sonra Bentonki Daş Salahlı Qazax rayonunda o da davamlı qəliblər hazırlanır. Seolitgil kənd təsərrüfatında kimya sənayesində istifadə olunan Ağdağ yatağı da Tovuz rayonu ərazisində. Mərmərdir, Daşkəsən, Şərur, Quba, bir də Ağdamda yerləşir. Tikinti materiallarında istifadə olunur. Deməli, Ağ mərmər Daşkəsəndə, Ağdamda, Gülablı yatağında, Qara mərmər Şərurda, Çəhrayı mərmər isə Qubada. Travertin yatağıdır, Şaxdağdır, Naxçıvan, Kəlbəcərdə tikinti belə deyək ehtiyatında istifadə olunur. Gips yatağı Ağca kənddə Goranboy rayon ərazisində tikintidə istifadə olunur. Kvars qumları Hacıvəli hökməli Abşerondadır. Əsasən şüşə istehsalında istifadə olunur. Müalicəvi nefti, yanmayı, naftalan nefti Naftalanda da təbabətdə istifadə olunur. Perlit Kəlbəcərdədir, bəzək daşlardır, həm kənd təsərrüfatı, həm kimya sənayesində istifadə olunur. Sonra bunlara baxaq işarələrinə. Məsələn, Qazaxda Daş Salahlıda bentonit gildir. Fikir verin işarələrinə. Sonra Şaxdağlı yatağı var. Kəngəli rayon ərazisinin travertindir. Gips yatağına baxın. Goranboy rayonunda Ağca kənddə gips ehtiyatının belə deyək işarəsidir. Kvars qumları var. Belə deyək də Hacıvəli hökməli yatağı Abşeronda. Bax, buna fikir verin. Şərt işarələri bentonit gilin şərt işarəsi, travertin işarəsi, gipsin işarəsi və də Kars qumlarının işarəsi buradadır. Sonra Covdar belə deyək yatağı, daha sonra Covdar, Gədəbəy, Başqışlaq yataqlarıdır, Barıt yatağıdır. Sonra Perlit yatağı var Kəlbəcərdə. Fikir verin, bu Barıt yatağıdır. Barıt yatağı, Covdar və Başqışlaq. Sonra Perlit deməli yatağının və şərt işarəsinin faydalı qazıntılı şərt işarəsi bu formadadır.
fikir verin. Sonra bu Kəlbəcərdə Keçəl dağda yerləşir. Sonra Dolomit yatağı var Babək rayonu ərazisində. Bax bunu da biz qeyd edə bilərik. Sonra Ağdağ var, Zeolit yatağı Tovuz rayonu ərazisində. Sonra Çıraqdərə Toğanlı var. Bu Kükürd yatağıdır. Sonra Əhəngdaşı var. Məsələn, Şahbulaqda var Əhəngdaşı, Korgözdə, Şüvəlanda, Güzdəkdə bu əhəngdaşları var. Sonra Əqiq yaşı var, Bəzək daşıdır Eyvazlıda. Laçın rayon Eyvazlı yatağıdır Laçın rayonu ərazisində. Sonra duz yataqları var. Abşeronda deməli olacaq çökmə duz. Daş duzu isə Nehrəmdə Duz dağda yerləşəcək Babək rayonu ərazisində. Duzdağ mağarası da burada var. Sonra Mərmər yatağı var dedik Qubada Çəhrayı, Ağdamda Gülablusu ağ, Daşkəsəndə ağ, Şərurda qara mərməri yerləşir. Biz bu faydalı qazıntıları yenə duz, kükürt və duz kimya sənayesində, seolit, perlit, kənd təsərrüfatı və kimyada, mərmər, gips, travertin tikinti sənayesində, bentonik oda davamlı qəlib, barıt, dərin neft quyunun qazılması, kvars qumları isə şüşə istehsalında istifadə olunur. Bir də mineral sularımız var. Hansı rayonlarımızda? Məsələn, Babək rayonumuzda Vayxır və Sirab, Badamlıda Şahbuz rayon ərazisində yerləşir. Darıdağ Culfada yerləşir. İsti su və Tutqun Kəlbəcərdə yerləşir. Minikənd Laçında yerləşir. Minikənd. Sonra Turşusu Şırlan Şuşada yerləşir. Qalaltı Şabranda, sonra Nabran Xaçmaz rayonu ərazisində, Bədo İsmayıllı, Çuxuryurd Şamaxıda, İlisu Qaxda, Xalxal Oğuzda, Bum Qəbələdə, Xaltan Xaşicimi Qubada, Meşəsu Lənkəranda, Qotursu Masallıda, Donuzütən Masallıda, Aşağı Ağ Körpü Astarada, İstisu Masallıda, Şıx Suraxanı isə Bakıda yerləşən belə deyək mineral sular ehtiyatlarıdır. Burada da əsas faydalı qazıntılar yayıldığı ərazi, rayon, bir də şərti işarələr mütləq şəkildə diqqət yetirilməlidir.